Məhəmmədi kənd məktəbinin tam yaxınlığında 6 sot torpaq sahəsinin üzərində sizlərə şəxsi tikili 4 otaqlı, çıxarışlı, torpağınla çıxarışı, evinlə çıxarışı olan sizlərə həyət evi təqdim edəcəm. Dəyərli dostlarımız, ümumi sahə 6 sot torpaq sahəsinin üzərindədir. 160 min manata satışa çıxarılıb. Diqqətlə videoya sonuna qədər baxın. 15-20 dəqiqəyə evin önündən Koroğlu metro stansiyasına marşrut xətti işləyir. 217 nömrəli marşrut xətti birbaşa Koroğlu metrosunun üzərinə işləyir, dəyərli dostlarımız. Məhəmmədli qəsəbəsi, dəyərli dostlarımız, Abşeron rayonu Məhəmmədli qəsəbəsində ideal 6 sotda həyət evi təqdim edəcəyik sizlərə. Dəyərli dostlarımız, ümumi olaraq bağ sahəsi ilə sizləri tanış edirik. Maşallah olsun, meyvə ağaclarından hamısı var. Həyət üçün naves sahəsi, apşifka taxtalarla işlənilib. Həyətyanı sahə tamet daşlarla örtülüb. Dəyərli dostlarımız, həyət üçün yay mətbəxinə kimi hazırlanıb, hazır vəziyyətdədir. Mətbəx mebeli quraşdırılıb, hazırdır. Həyət üçün hamam tualeti var, dəyərli dostlar. 7-24 evin həyətyanı sahəsi kamera nəzarətindədir. Dəyərli dostlarımız, səs yazan kameraya və görüntü çəkən 16-32 megapikselli kameraya kimi yaddaşı var, dəyərli dostlarımız. Kanalizasiya sisteminin drenajları qoyulub, mərkəzi giriş darvazasıdır. Darvazanın üstünün navesinə kimi vurulub, tamamilə hazırdır. Dəyərli dostlar, şəxsi yaşayışlı bir mülkdür, şəxsi yaşayışlı. Çıxdım buradan 5 dəqiqə 217 nömrəli marşrut xəttinə mindil, şəhərdə Koroğlu metrosunun üzərindəsən. Evin dörd bir tərəfinə keçid mümkündür. Gecə işıqlandırma üçün plafonlar kimi vurulub, hətta buradan evin giriş qapısını çəkən kamera və mərkəzi giriş darvazanı 360 dərəcə həyəti çəkən kamerasına kimi quraşdırılıb. Yerdən yetəri qədər kürsü sahəsi var. Dəyərli dostlarımız, pilləkən sahəsi ağlay daşlarla örtülüb. Burada da yay eyvanı deyərdim. Yay eyvanı yaradılıb. Dəyərli dostlarımız, pəncərə sahəsi qoyulub. İstəsəz buranı da bağlaya bilərsiniz. Nə bilim, özünüzdən asılıdır. Bütün pəncərələrin qarşısı dəmir barmaqlıqlarla örtülüdür. Dəyərli dostlarımız, videoya takip olunun. Bakı şəhərinin istənilən bir yerindən çəkiliş edirik. Çəkilişlər pulsuzdur tamamilə. Hal-hazırda çəkiliş Məhəmmədi qəsəbəsindən sizlərə təqdim edirik. 6 sot torpaq sahəsinin üzərində 4 otaq 160 min manata. Gəl bismillah eləyək, keçək evin içi ilə tanış olaq. Bismillah olsun. Dəhliz vasitəsilə otaqlara bölgülərdir, dəyərli dostlarımız. İstilik sistemi dəhlizdə də radiator vasitəsilə qızdırılır. Girişdən sağda yerləşir evin qonaq otağı. Yarım əşyalı olaraq satılır. Ev sahibi bildirdi ki, alan şəxsdən razılığa gəlsə, yarım əşyalı razılıq olunacaq. Geniş bir qonaq otağı var. Evin hər bir otağının tavan sahəsinin işləməsi apşifka taxtalardır, dəyərli dostlarımız. Pəncərələrin də qarşısı tamamilə açıqdır. Öz həyətyanı sahəsinə baxın. Qonaq otağında kondisionerlər kimi də var. Buradan keçid edək, bir otaqlarla sizləri tanış edim. Burada yerləşir bir yataq otağı. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Siz də mülkünüzü satmaq istəyirsinizsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sanitar qovşaqdır, dəhlizin baş tərəfində yerləşdirilib, tam təchizat, bütün aksesuarlarına kimi yığılıb, tavan sahəsi asma tavandır, dəyərli dostlarımız. İkinci yataq otağı ilə tanış oluruq. Apşifka taxtalarla işlənilib. Bir daha təkrar edirəm. Dəyərli dostlar, burada da yerləşir uşaq yataq otağı, pəncərəsinin qarşısı açıqdır, öz həyətyanı sahəsinə baxın. Və sonuncu olaraq giriş edirik mətbəx sahəsi ilə sizləri tanış etməyə. Maşallah olsun, çox gözəl arka sistemli mətbəx sahəsi yığılıb. Mətbəxin tavanı ilə bura oturmaq, çörək yemək yerinin tavanı adilini düzəldilib. Asma tavan mətbəx sahəsindədir, dəyərli dostlarımız. Mətbəx mebellər kimi yığılıb 160 min manata sizlərə 6 sotun içində Məhəmmədi qəsəbəsində ideal bir ev təqdim etdik, dəyərli dostlarımız. 7-24 kamera nəzarətində sizlərə təqdim edirik. Gələn videolarda sağ olun, sağlıqla qalın.